Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Allah'a hamd olsun, bu günlerin 5 tane aileye qəşəng ərzaqlar verəcəyik. Əxir salonu göstərir zəhmət olmasa. Hem salondadır, hem de ki bagajdadır. İçerisinde ətdən tutmuş her bir şey var. Getdik qardaş, Allah'a hamd olsun. Ne gelmişik gerekliyə? Burada 5 nəfərlik ailə yaşayır. Ne qardaş zəhmət olmasa. Bir çox qardaş bacılarımızın dəstəyi bu tikilib, sadəcə yekunlaşdıra bilməyiblər. Yaşayış yoxdur, yaşayış olan evi mən göstərim qardaşlar. Bax. Bax. Burada yaşayır 5 nəfərlik ailə. Oğlanın da, uşağın da biri xəstədir, balaca vaxtı travma alıb. At soxluqda üstünə deyil. Hə. At soxluq üstünə zərər verib qardaşımıza, balamıza. Ailə burada yaşayır qardaş. Gəl göstər. Bismillah. Belə qoyaq, eybi yox. Belə. Daha hər bir şey var qardaş. Göstər. Necə lazımdır. Yumurtasından tutmuş. Çörəyinə qədər hər bir şey var. Bax. Ay maşallah. Şöyle yuvarı göstərə bilərsin. Allah'a nasıl deyirəm. Bax, bir otaqda qalırlar. Burada fərz eləyin ki 5 nəfərlik ailə burada qalır. Subhanallah. Kim də bu ailəyə yardım eləmək istəsə, ünvanı bizdən soruşa bilərsiniz. Ən azından otağın birini tikib, bir dənəsini tikib, təmir edib, ən azından ailəni buradan soyuq yerdən çıxarıb, ona yerləşdirmək üçün. Bizə növbəti ailəyə inşallah. Deməli yerə gəlmişik. Gerekli yerdə bura inşallah. Poşminə deyək, Poşminədə bir ailəyə gəlmişik. Bir neçə ay, bir ay öncə belə deyək ki, bacının həyatı yoldaşı qan sıxmadan dünyasını dəyişib. Çox gənc bacımızdır. 2 dənə balası var. Biri 14 yaşında, biri de 7 yaşında. Balaları var bacının inşallah. Bu gördüğünüz bu evdə bacıgilin deyil. Sadəcə bacı Allah'a hamd olsun gəlib burada yaşayır. Onlara da məlumat almaq istəyən bizə əlaqə saxlaya bilər. Ərzağa verdiyi bacıya inşallah biləcək növbəti ailəyə. Deməli gəlmişik növbəti ailəyə. Bura gedir püştə tamam. Bacı evdə övladıyla yaşayır və ən əsası evdə hal-hazırda yatalaq anası var, xəstə anası var. Gözləri ümumiyyətlə neçə ildir görmür və hal-hazırda ciyərləri də su yığır. Çox təcili şəkildə həqiqətən bu acıya ehtiyacı var ananın. Bacının həyat yoldaşı yoxdur, burada övladla yaşayır, Allah'a hamd olsun. Kim də bu ailəyə yardım eləmək istəsə, biz çalışaq Ramazan ayından sonra əlavə yenə bura gəlib yaxından tanış olaq məsələ ilə. Hələ ki ümumi şəkildə çıxdığımıza görə tam olaraq üstünə düşə bilmirik. Yəni deyirəm inşallah bacı övladından burada yaşayır və xəstə anasına baxır. Bir də növbəti ailəyə və namaz oldular inşallah. Ne güzel mescid ha. Deməli növbəti ailəyə gəlmişik. Burada bir bacımız, çox gənc bir bacımız uşaqlarla burada yaşayır. Ən əsası mən demək istəyirəm ki, bacımız Allah'a hamd olsun ibadət əhlidir. Allah'a hamd olsun, Allah'a sığınan bir bacıdır. 4 dənə övladı var. 4 dənə övladını baxıb böyütməyə çalışır. Bu ərzaqda bura gətirmişik. Və mən bir şey demək istəyirəm, çox xahiş edirəm, mənə axıra qədər baxın. Bacının qaza 150 manat borcu var. Allah üçün sizə xahiş edirəm, 150 manat borcdur. Ramazan ayında verilən sədəqə, zəkat, Allah'a hamd olsun daha fəzilətlidir Allah'ın izni ilə. Kimsə birbaşına borcunu bağlamaq istəyirsə, abunə kodu bizdə var və yaxud da ki, kart hesab açacağıq. Kimsə bizə desə ki, əxir, bunu göndər, götür. Bacının borcunu bağla, Allah'a hamd olsun. Bacının yoldaşı da onkoloji xəstəlikdən dünyasını dəyişmişdi və hər birimizi yaxından tanıdığı ibadət əhli, namaz əhli bir qardaşımızın zövcəsidir. Allah'a hamd olsun, yaxından tanıdığımız, bildiyimiz yardım eləmək istəsəz doğrudan aşağıda olaram. Ərzağa da gətirmişik. Daha indən sonra Allah'ın izni ilə bir əlimiz inşallah Elşən qardaş, mənim və digər qardaşla bir yerdə əlimiz bu ayrı olacaq inşallah. Allah mağazanın ülkədə bərəkət versin. Esselamu Aleyküm və Rahmetullahi və Berekatuhu.